Uşaqlarınızı Azərbaycanda böyütməyin. Dəyərli valideynlər, bir müəllim olaraq mənim son 10 ildə dərs dediyim müddətdə gördüyüm odur ki, Azərbaycanda uşaqların bilik səviyyəsi şiddətli şəkildə düşməyə davam edir. Öncəliklə özümü təqdim edeyim. Mən Qoşqar Qədənbəyli, Çinin qəbul imtahanının riyaziyyat bölməsinə hazırlaşdırıram. CCA Math Tutor olaraq uşaqları həm ixtisas seçimində dəstək oluruq, riyazi dərslər keçirik. Eyni zamanda universitetə yerləşdirilməyində və təqaüd alınmağında maksimum dəstək göstəririk. Bugünkü mövzumuz riyaziyyatdır. 11-ci sinif tələbələrim var və son 2 aydır bəsit, bərabərliyin solundan sağına, mötərizəni keçirəndə onun müsbətdən mənfiyə dəyişdiyini mən öyrədə bilməmişəm. 10 ildir dərs deyirəm, bu bəsit prosesləri hələ də biz qəbullana bilmirik. Hələ də bu yeni bilgi kimi gəlir uşaqlara, 11-ci sinif uşaqlarına və 2 aydır bu mənimsənə bilmir. Başqa bəsit nümunə deyim. Bir formul veririk. X çıxılsın h-ın kvadratı bərabərdir, bla bla bla. Bunun yanında nümunə kimi eləyirik. Nümunədə də yazılıb ki, x çıxılsın 4-ün kvadratı bərabərdir, bla bla bla. Bəsit bir sual verim. Hələ məsələnin izahına başlamayıb. Sadəcə soruşuram. Burada h neçədir? X çıx h yazılıb, x çıx 4 yazılıb. Məntiqlə buradan görmək lazım ki, h 4-dür. Amma aldığım cavablar fərqli ola bilər. Burada belə -4 deyən olur. Bu səhvlər 7-ci, 8-ci sinifə qədər qəbul olunan səhvlərdir. Bu tip mən yüzlərlə absurd səhvlər saya bilərəm ki, mənfi ilə müsbətin toplamında mən hələ də rahat şəkildə bu il bu misalı eləyən görməmişəm. Nə qədər tələbəm olub, hamısı -4-ün üstünə müsbət 16 gələndə, yəni -4 üstə görə 16, bu müsbət 12 olduğu çox nadir hallarda rastladığım bir şeydir, təəssüf olsun. Bəzən -12 olur, bəzən 20 olur, yəni bəzən -20 olur. Yəni, bu dəhşətə gətirir. Bu dediyim insanlar, yəni 10-cu, 11-ci sinif tələbələridir. Bu artıq bir şikayət olaraq dedim bu videonu çəkək. Ciddi şəkildə burada iş müəllim, valideyn və tələbə üçlüsünə düşürəm. Biz üçümüz də birlikdə işləməliyik. Dəyərli bir iqtisadçı dostumuz var. Onun keçən dəfə çıxışında izlədim, orada da gördüm həqiqətdir. Deyir, uşaqlarıma bir rəqəm verir, rəqəmi simvolik deyirəm, deyir, illik 100 min manat pul ayırıram, amma nəticə etibarı ilə ciddi bir nəticə əldə edə bilmədim. Xaricə qəbul oldular, amma heç bir təqaüd qazana bilmədilər, hər hansı bir üstünlük əldə eləmədilər, amma mən bunu illər ərzində hər bir uşağıma illik 100 min manat pul ayırmışam. Amma digər tərəfdən elə ailələr var ki, ümumi büdcə aylıq 1000-1500 manatdır. Onların uşaqları xaricdə ödənişsiz təhsil ala bilirlər. Bu uşaqlara ciddi investisiya edilməyib, sadəcə düzgün yol göstərilib və bu uşaqlar artıq uğurlu hesab olunurlar. Bu nəyin göstəricisidir? Bir çox hallarda valideyn olaraq biz düşünürük ki, uşaqlara çoxlu pul ayırırıq, özəl məktəblərdə oxuduruq, çox yüksək ödənişli müəllimlərin yanına göndəririk. Bu bizim vicdanımızı rahatladır. Elə bilir ki, yaxşısını edirik. Halbuki o uşağın inkişafını gecikdirməkdən başqa bir şey deyil. Burada tədris mərkəzimizə nə qədər valideynlər yaxınlaşır? Uşaqların 8-9-cu sinifdədirlər. Deyirlər ki, biri də elə dünən yaxınlaşdı. Deyirlər ki, biz 8 ildir ingilis dilinə qoymuşuq. Bu uşaq 1-ci sinifdə ingilis dilinə gedir. İngilis dilini yoxlayırıq elementary leveldə. Bu adam 8 ildə bir addım gedirdi. Normalda ingilis dili dediyiniz bir fən Azərbaycan dilindən 10 dəfə rahatdır. Bu dil olaraq Azərbaycan dilindən 10 dəfə rahatdır. Yəni, bu dil standart bir şəkildə 1 ilə 2 il arasında mənimsənilir. Siz 2 ilə bu dildə çox rahat, səlis danışmalısınız. Bütün imtahanlardan yəni, minimum 80-90% alaraq keçməlisiniz. O qədər bəsit bir ixtisasdır, o qədər bəsit bir dildir və düşən suallar da heç bir imtahanda ingilis dilindən elə fantastik suallar düşmür. Olduqca bəsitdir. Eləcə də Çinin qəbul imtahanında riyaziyyat sualları. Yəni, mən bizim öz dönəmimizlə müqayisə edirəm. Yəni, çox bəsitdir. Yəni, bizim qəbul imtahanımızla müqayisədə çox bəsitdir, çox rahatdır, asandır əslində. Amma uşaqların beyni çox fərqli formalaşır. Burada mənim ünvanladığım mövzular valideynlərədir, valideynləri maraqlandıran hissələrini danışacağam.
Düzdür, biz çox şeydən şikayətlənə bilərik. Texnologiya beyinlərimizi biraz rahatladıb, komfort zonaya alıb, inkişafa çox da meyil göstərməməyə təsir edir. Halbuki valideynlərin edəcəyi bir çox məsələlər var. Bəsit müqayisə kimi deyirəm. Bizim dönəmimizdə yarışlar zəhmətlə olurdu. Yadıma gəlir, bizim riyaziyyat müəllimimiz bizi çox ciddi şəkildə yarışdırırdı. Kim daha sürətli şəkildə bu həll olunmayan məsələni həll elədi. Sürət çox önəmli idi. Və onlara görə müəllim bizə ballar verirdi. Məsələn, 100 üzərindən 90, 95. Bunlar bizim üçün utanc verici rəqəmlər idi. Yəni 100 üzərindən 100 almaq lazım idi. Mən alırdım, tutaq ki 95, parta yoldaşım alırdı 100. Mənə bu çox pis təsir edir ki, mən onu keçməliyəm. Eləcə də əksinə. Mən 100 alırdım, o 95 alanda o özündən gedirdi. Və nəticə etibarilə mən 700 yığdım, adam da Harvarddan məzun oldu. Yəni bu yarışlar indiki baxıram, indi bütün yarışlar pulla olur əslində. Yarışdığımız hər şey pulla satın ala bilirik. Çox dəhşətli bir şeydir. Qiymət cədvəli. Qiymət cədvəlinin hamısı bu dəqiqə pulla alınır. Və o qədər utanc vericidir ki, bunu bütün dünya bilir. Azərbaycanlılara özəl yanaşma edirlər. Yəni aşağılama məqsədli özəl yanaşma edirlər. Bizim Çində partnerlərimiz var. Ora nə qədər tələbələr göndərir. Sözsüz ki, orada biz Çin şirkətləri olmasa, birlikdə işlədiyimiz tək başına eləmək mümkün deyil. O partner şirkətlərin rəhbərlərlə söhbət edir. Onlar da illərdir təhsil sahəsində professionallardır. Bəziləri hətta professor filan da var aralarında ki, biz universitet professorlarla müzakirələr edirik, universitet məsələlərinə dəstək olurlar. Ondan belə eşitdim ki, deyir Qoşqar müəllim, biz çox yaxşı fərqindəyik ki, Azərbaycanda qiymətlər satılır. Ona görə də bizi maraqlandıran birinci məsələ məktəb qiymətləri deyil. Bizi maraqlandıran bizim özümüzün daxili qəbul imtahanıdır. Bəzi tələbələri biz intervyu edirik, nəticələri sual altındadırsa və ekstra imtahanlar edilir, gedir Çində imtahan edilir. Utanc verici bir şeydir. Yəni, bütün dünya Azərbaycandakı təhsil sisteminin sıfır deyil də mənfidə olduğunu yaxşı fərqindədir. Bugünkü mövzumuz, yəni təhsil sistemi, mən oturub burada boş-boş şikayətlənmək istəmirəm. Yəni məktəblərdə dərs olmadığından danışmağa ehtiyac yoxdur. Amma bu məsələləri necə həll edə bilərik? Bunları fikirləşmək lazımdır. Hər kəs istəyirəm ki, ən azından bu problemin fərqində olsun ki, uşaqların bir çox qabiliyyətləri tətbiq etmə, ən azından bacarıqları aşağı düşür. Şiddətli şəkildə aşağı düşür. Bəsit 10 il əvvəl dərs dediyim uşaqla indiki uşağın arasında yerlə göy qədər fərq var. Təəssüflər olsun ki. Yəni heç bir də müsbətə doğru deyil. Yəni bu gedişatı indidən bildirirəm ki, yəni bir neçə il sonra mən heç bir müsbət yanaşa bilmirəm. Və haqqında danışdığım tələbələr bu hamısının valideyni, anası da, hətta atası da çox uğurludur. Bir çoxların nənəsi, babası çox savadlı, alicənab, həyatda öz yerini tutmuş, bir çox məsələlərə agah olan, hər bir şeyin yerini bilən, danışığını bilən, mədəni və kulturlu insanlardır. Və o uşaqlar yetişməyiblər. Yetişdirə bilməyiblər. Onlar belə yetişdirə bilməyiblər. Yəni dediyim, bəziləri var, ola bilsin valideynlə deyir ki, mən də yaxşı oxumamışam məktəbi, ona görə uşaqdan da çox yaxşı bir nəticə gözləmirəm. Halbuki elə deyil. Genetika məsələsi deyil bu. Hər hansı bir zəiflikdən müzakirə mövzusu gedə bilməz. Yəni, elə bir şey yoxdur. Yəni, çox yaxşı genetikalar var bu uşaqlar. Hamısını tanıyıram, yəni böyüklərini tanıyıram. Əksəriyyətinin nənəsini, babasını da tanıyıram. Anası, atasının dostluqlarımız var. Amma hamısı uşaqları düşür aşağı. Müqayisə olunmur anasının, atası ilə. Çox ciddi bir deqradasiyadır. Ciddi bir düşüşdür. Yəni, hamı öz ən azından anasını, atasını keçməlidir. Onu keçməlidir ki, bir inkişaf keçsin. Yoxsa yəni, çöküşə doğru gedirik. Yəni, bütün sistem elə gedir. Təəssüflər olsun ki, bəsit bir mövzunu müqayisə yenə eləmək istəyirəm. Yadıma gəlir, biz məktəbdə oxuyanda bizim məktəbdən bir neçə tələbə Torontoda universitetə qəbul olmuşdular və oradan da biz məlumatlar alırdıq, üstəgəl videolar filanlar da paylaşdırdı. Bir professorun da çıxışında eşitmişdim. Biz orijinal bir problemlə üzləşəndə sırf o universitetlərdən biri var idi Kanadada. Detallı deməyəcəm. Azərbaycanlı tələbələri dəvət edirik. Çünki onların çox maraqlı bir həyata yanaşmaları var, fərqli baxışları var. O professorun sözü deyil, genetik IQ-ləri çox yuxarıdır. Yəni bu onlarla biz müzakirə edirik. Fərqli bizim belə görmədiyimiz bir şeylər göstərə bilirlər.
Hətta yadıma gəlir, burada paylaşa da bilərəm, yəni Şahlar adında bizim bir dostumuz var idi, bizim 2-3 il yuxarı oxumuşdu. O gedəndə Kanadada bir professor səhv eləmişdi hesablamada, onu çıxıb lövhədə düzəltmişdi. Bu video da çəkilmişdi. Ciddi şəkildə viral oldu. Bütün dünyada, Azərbaycanda da yayıldı ki, bu uşaq professorun səhvini düzəltdi. 15 il keçib üstündən. İndi bizim uşaqlar Azərbaycanlıdır deyə nəticələrinə etibar edirlər. Azərbaycanlıdır deyə məsləhət alınan uşaqlar 15 il sonra heç universitetə buraxmırlar. Özünüz bilirsiniz, təzəlikcə universitetin birindən Azərbaycanlı tələbələri qovdular yəni. SAT nəticələri saxtadır dedilər, qovdular. Bu ciddi utanc verici bir situasiyadır. Çox böyük bir biabırçılıqdır. Yəni, xəbərlərə girsəz, Avropa mediasında da paylaşıldı, Azərbaycanda da paylaşıldı, yəni gizli heç nə yoxdur. Hər şey o dəqiqə paylaşılır. Və hamında xəbər oldu. Hamı bildi ki, filan kəs bu insanlar saxtakardır. Bu insanlar dolayı yollarla universitetə giriblər. Burada valideynlər olaraq bizə nə düşür? Bir məsələ pulsuz həll üsulu varsa, oradan getmək lazımdır. Pulla daha rahat olursa, bunun sonu yaxşı deyil. Bunu hamı bilir. Amma uşağa qıymır. Halbuki, əslində o halda uşağa bir dəfəlik qıymış oluruq biz. Başqa yüzlərlə nümunə verə bilərəm. Valideyn yaxınlaşır. Bizə deyir ki, bəs universitetlə bağlı tövsiyələr, məsləhətlər alır. Hamısı bir qırağa. Deyir, universitetdə uşaq kəsilsə necə olacaq? O məsələdə dəstək ola biləcəksinizmi? Dəstək ola bilsəm də olmaram. Verdiyim cavab bu olur. Bir çox hallarda dəstək ola bilərəmmi? Ola bilərəm. Bəli. Professorla xahiş eləyərəm, keçər. Heç bir problem yoxdur. Yəni, sağ olsun. Xətrimə dəyməyən dünyanın hər yerində nə qədər müəllim var. Amma mən eləmərəm onu. Çünki eləsəm, mənim də onların gözündə bir reytingim var, o da düşəcək. Eləmək də istəmirəm. Adıma belə bir şey olsun istəmirəm. Və mümkünsə siz də eləməyin. Qəbulu keçdik, valideyn hələ də əl çəkmir. Uşağın 18 yaşı var, gedir, oxuyur. Oxuyanda universitetdə xaricdə, Çindəki universitetində belə həll eləmək istəyir. Onsuz da bu 11 il Azərbaycanda bir pulu ilə aldı qiymətləri kör qoydu. Bir 4 ildə orada alıb kör qoymaq istəyir. Bu uşaq dünyaya keçsin, vətənə, millətə keçsin, özünə xeyir olmayacaq. Yəni, bu uşaqdan nə gözləyirsiniz? Bu tip 10-15 ilin içində təhsilin bu səviyyəyə düşməyindən minlərlə nümunə saya bilərəm. Dediyim kimi, bunların saymaq bizə əslində çox bir şey qazandırmır. Sadəcə bunları nəyə görə dedik? Məlumatınız olsun. Valideyn olaraq yarış puldursa girməyin. Dediyim kimi, əvvəl skor üzərindən, nəticə üzərindən yarış gedirdi məktəblərdə. İndi o nəticələr alınıb satıla bilir deyə pul yarışır. Kim daha zəngindirsə, o uşaq önə çıxır. Nəhayətində birinci də batan uşaq elə o olacaq. Ki, olur da, görürük, o uşaqları da görür. Yəni, illərdir xarici göndərik. Kim hansı ölkədə necə getdi, gələndə nə etdi, hansı yolla gedənin nəticəsi necə oldu. Əvvəldən valideynə də deyirik, sizin uşağınız əziyyət çəkmir. Sıfır, hər şey rahat istəyir. Bu adam getdi xaricdə düzələcək deyə bir şey yoxdur. Çünki əyri olduğunu görmür yəni. Valideyn də görmür. Yəni, bu uşağı siz bir yerə qədər gətirə biləcəksiniz. Ondan sonra domino effekti töküləcək, uşaq düşəcək, uşaq valideynin üstünə düşəcək. Yəni, həqiqətən də onun üçün ekstra daha böyük yük, həm maddi yük, həm mənəvi yük olacaq. Ona görə uşaqlarımıza pul ayırırıq deyə bizim vicdanımız rahat olmamalıdır. Həqiqətən analıq, atalıq eləyə bilməliyik. Düzdür, yəni mən kiməm ki, bunu öyrədim? Öyrətmə məqsədli deyil. Mən sadəcə indiyə kimi bu mərkəz olaraq 1000-dən çox tələbəm olduğu üçün bunların arasında sadəcə müqayisə aparıb ortalama bir fikir bildirməyə çalışıram ki, kənara qoyub uşağı, aylığını ödəyirəm, bir şeylər eləyirəm, uşaq gedir, oxuyur, olmur. Təhsil müəssisələri, bugünkü kapitalist dünyada təhsil müəssisələri biznesdir. Biznes nə deməkdir? Müştəri məmnuniyyətindən keçir. Müştəri səndən məmnundursa, siz gedirsiniz, nəsə bir şey restorana, yeməyi sizə qabağınıza yaxşı gətirilir. Gülər üzdən gətirir, bu adam yenə sabah gəlsin. Eyni sistem işləyir, təəssüflər olsun ki. Tədrisdə gedirsiniz, özəl məktəbdir, illiyi 5000-dir, 10.000-dir. Yəni, halbuki mənə soruşsaz, illiyi 500 manat da haqları deyil onların. Gülər üzdən qarşılayırlar və siz imzanı atırsınız. Ondan sonra, siz imza atandan sonra müştəri olur uşaq. 10 yaşında, 11 yaşındakı bir uşaq olur onların müştərisi. Bu nə deməkdir? Yəni, biznesdən gələn biri anlaya bilir ki, indi
o müəssisə uşağı məmnun eləməlidir. Uşağı məmnun eləməlidir. Çünki uşaqların bu dəqiqə təəssüratı olsun ki, valideynlər üstündə söz haqqları çoxalıb. Valideynləri yönləndirirlər. Mən o məktəbə getmək istəmirəm. Mən bu məktəbə getmək istəyirəm. O məktəbdə nə var? Daha çox avaraçılıq var. Ona görə ora getmək istəyir. Yəni daha yaxşı təhsil varı uşaq dərk edib qərar verə bilməz. Siz də deyirsiniz uşağın nə istəyir olsun. Uşağınız nə istəyir bu gün olur. Sabah nə uşağınız istəyən olur, nə də siz istəyən olur. O uşaq da siz istəyən olmur. Və müştəri məmnuniyyəti olsun deyə o uşağın başını qatırlar. Oyunlar oynadırlar. Deyirlər, gülürlər. Tək uşağın kefi kök olsun. Və uşağa siz ili 10 mindən hesablasaq, 10 il 100 min verirsiniz, çox yaxşı. Uşaq 10-cu sinifdə gəlir bizim yanımıza 0. Yəni biz o bir ildə bir şey çıxara bilmirik. Yəni. Ciddi əziyyət, ciddi zülümdür. Yəni. Mən indi öz problemi deyirəm, mən çox əziyyət çəkirəm o uşaqlarına. Halbuki bunun bir keçmişi var, bir background var. O backgrounddan işləmək lazımdır. Orada valideyn işləməlidir ki, mənim uşağım məmnundur. Demək, bir sual işarəsi. Uşaq niyə məmnun? Uşaq necə məktəbdən məmnundur? Məktəbdən məmnunsa bir məktəbdə bəlkə bir problem var. Gedək baxaq, bəlkə həqiqətən müəllimlər çox yaxşıdır, əyləndirə öyrədirlər, ayrı məsələ. Amma %90 müştəri məmnuniyyəti, yəni uşaq, 12-13 yaşlı uşağı tətmin eləməyə çalışırlar ki, o da necə tətmin olur? Hər halda tədrislə deyil. Tətmin eləməyə çalışırlar ki, o da valideynin başını pişirsin, gələn ildə qeydiyyatını eləsin. Və o uşaqlar batır əvvəl-axır. Özləri də batır, Azərbaycan adını da batırırlar. Xaricilərlə biz iş görə bilmirik, utanc vericidir. Bir Azərbaycan təhsil müəssisəsinin rəhbəri olmaq ciddi, yəni Çinin önündə utanc vericidir. Bunu istəyirəm ki, bizim yaşadığımız problemləri valideyn görsün. Çünki valideyn bir uşaq görür. Bu da uşaqların da sayı azalıb deyə bir uşaq görür. 2 uşaq maksimum görür. Müqayisəni yaxşı apara bilmir bəzi məsələlərdə. Mən amma 1000 uşaq görürəm. Ona görə nisbətən bəzən müqayisə daha yaxşı apara bilirəm. Müştəri məmnuniyyəti olan yerdən uzaq durmaq lazım təhsildə. Təhsil biznesə keçməməlidir. Keçibsə də mindset olaraq keçməməlidir. Bura bizim yanımıza nə qədər valideynlər gəlir. Hamısına da ilk dediyim şey budur. Biz bu uşağın dırnaq arası gözünü çıxaracağıq. Bizi gedişatda yormayacaqsınızsa işləyirik. Yoxsa ay uşağım sıxıldı, ay uşağım yoruldu. Onun biraz şeyli yoxdur. Bu uşaq 10-cu sinifə kimi onsuz da rahat gətirmisiniz. Bu birinci tip valideyndir. Biz indi sıxacağıq. İkinci tip valideyn də yalandan çox yüklüyür. Dərslərə pul verir, məktəbə getmir. Uşaq harada tərbiyə alacaq? Tərbiyə də ala bilmir. Daha sonra gedir özəl dərslərə, bu dərs, o dərs, bu dərs, o dərs. Onlar da əzbərlədirlər, uşağın da əzbər buradan girir, oradan çıxır, nəticə yenə 0. Hər iki tip valideyndə də nəticə etibarilə 0-dır. Özəl məktəbdə, dövlət məktəbində də, onsuz dövlət məktəbində real bir təhsil o qədər də olmadığı üçün adamlar orada da pul verir ekstra ki, dərsə getməsi. Bunu hamı bilir, amma heç kim danışmır. Hamı bilir. Bütün təhsil sektorunda olan ən baş, ən yuxarıya, ən aşağı, hamı bilir. Pul verirlər ki, uşaq dərsə getməsin. Bunu mən hekayə kimi danışsam, cəmaət gülər yəni xaricdə. Pul verirsən, dərsə getməyəsən ki, sən çünki başqa dərsə gedə bilərsən. Burada başqa bir komediyadır. Komediyadır yoxsa tragediyadır, yəni bu da müzakirə mövzusudur. Bu xaotik, plansız çıxışımın bir ana məqsədi var. Xaotik olması, çünki planlı, məqsədli bir hədəfimiz yoxdur ki, biz deyək ki, tutaq ki, biz burada riyaziyyat dərsləri eləyirik, ora gəlin qoşulun. Bu dəqiqə o maraqlı deyil və ya IELTS dərslərimizə qoşulun. Vaxtında xaricə müraciət üçün başlayaq falan. Bizim elə bir məqsədimiz yoxdur bu dəqiqə. Bu dəqiqə sadəcə məlumatlandırma xarakterlidir. Və indi də dərsdən çıxmışam. Bugün 4 dərsin 4-ündə də çox sıxıldım deyə, yəni bütün hamısında oxşar problemləri gördüm. Bugün girdiyim 4 dərsin. Canlı dərsdən çıxıb, isti dedim, elə indi bütün problemlərin %1-ni paylaşın. Çünki bəzilərini paylaşa bilmirik. Hamı bilir, amma danışmaq olmur. Nəticə etibarilə uşaqlarla işləmək lazımdır. İşləmək, yəni pul verib başqası işləsin olmur. Başqası analıq eləməyəcək, başqası atalıq heç eləməyəcək. Yəni eləyə bilirsinizsə özünüz eləyin. Eləyə bilmirsə həqiqətən güvənilir müəllim tapın. Müəllim Instagramdan filandan tapılmır yəni.
Yəni Instagramda olursa o müəllim bütün günü, bu adamın demək ki, dərs deməyə o qədər də vaxtı yoxdur. Eyni vaxtda o işi də, bu işi də görmək olmur. Və yaxşı müəllimlərə etibar edin. Mümkünsə özünüz periodik maraqlanın, soruşun. Tələb xarakterli deyil də, maraqlanma xarakterli. Həqiqətən də nə olur, nə baş verir? Uşağım 3-dən 5-i toplaya bilirmi? 11-ci sinifə gəlib, niyə 3-dən 5 çıxa bilmir? Bunu bir özünüzdə sorğulayın. Uşaqların indiki vəziyyətini bir sorğulayın, zəhmət olmasa. Bu məsələ ilə bağlı nə suallarınız olsa, ünvanlayın, cavab verə bilirsə, verə bilmirsə deyək ki, bizim işimiz deyil. Bir, onu bilirəm ki, nə rahatdırsa, %90 onun nəticəsi yaxşı olmur. Yəni, bu uşaqların əminliklə deyə bilərəm, %90-ın telefona ehtiyacı yoxdur. Smartfona heç ehtiyacı yoxdur. Bunu hamı bilir. Amma anlamsız bir telefon yarışı var uşaqların arasındadır. Valideyn deyir, uşağım sıxılmasın. Qoy sıxılsın. Uşaq sıxılsın. Sıxılsın, bir şeylər eləsin. Faydalı bir şey eləsin. Yəni, hər mənada sıxılsın. Uşaq sıxılmalıdır. Sıxılmasa necə yetişəcək? Yəni, uşağın o biri iPhone-un filan nömrəsini alıb, mən də bunu alım uşağa. Uşaqlar gəlirlər elə telefonlarla, yəni, dəhşətə gəlirəm. Nə ehtiyacları var? Hansı hissə sənədlərini izləyirlər? Yəni, hansı bu, neyirlər? Hong Kong birjasını mı izləyirlər? New York birjasını izləyirlər? Yoxsa nəyə izləyirlər bu qədər? Yəni, bu qədər nə ehtiyacları var ki, son model telefon, ümumiyyətlə smartfona nə ehtiyac var? Uşaqların giriş-çıxış saatları bəllidir, yəni, hər yerdə. Bitdi, getdi, yəni. Çox bizim bir şeyə ehtiyacımız yoxdur. Tələbələrin bu qədər texnologiyanın bu qədər içində olmaqla. Yaxşı cəhətləri var sözsüz ki, amma nəticə etibarən görürük ki, bir Azərbaycanlı üçün yaxşının 1000 qatı pisi var. Nokia ən yaxşısı. Bununla uşaqlar çox yaxşı idarə edə bilərlər. Biz burada əvvəl başlayanda çox texnolojik olmağa çalışdım, amma son neçə ildir mən bütün tasklarımı print eləyib verirəm, çap eləyib verirəm kağızda. Yəni, mən axmaq deyiləm, yəni printer burada əlavə qoymuşam, kağız gedir, kartric gedir, mənim üçün kostdur, yəni xərcdir, üstəgəl bunların hamısının saxlanmağı var, beynimdə A4 kağızı varmı, yoxmu, bitdimi? Bunlar hamısı işdir bizim. Bu işimizi, xərcimizi niyə artırırıq? Çünki bilirəm ki, telefonda verilən hər şey uçur. Uşaq yazmalıdır, yazanda beyninə işləyir. Kağızdan oxumalıdır. Telefondan oxuma deyə bir şey yoxdur, yəni. Uşaqlar gedir, telefonda oxumağa baxır, mesaj gəlir, getdi. Yox. Sonra uşağında diqqət əskiliyi var. Uşağında diqqət əskiliyi yoxdur, uşağında telefon var. Telefon olmasa heç bir problemi yoxdur, yəni uşağın. Belə, bugün biraz xaotik danışdıq. Yəni, bir müəllim olaraq üzləşdiyim problemlərin bəzilərini dedim, bəzi həll üsulları minimal da olsa təqdim eləməyə çalışdım. Ən azından awareness dediyimiz, yəni bir məlumatlanma oldu valideynlər üçün. Sözsüz ki, çoxunuz bunu bilirsiniz. Bəziləriniz qəbullana bilmirsiniz. Bəziləriniz palaza bürün, ellə sürün eləyirsiniz. Yəni, bu dəqiqə hamı belə eləyir. Hamı səhv eləyə bilir. Sizin özünüz uşaqlara dedi. Hamı özünü atsa, sizlərin də özünü atacaqsanmı? Yəni, indi valideynlərin %90 səhv eləsə, %10-u niyə düz eləməsin ki? Yəni, %10-suzsa, okey, yəni. Bu cəmaatın problemidir, hamının problemidir, hamı səhv eləyirsə. Buna görə də mən pulla alına biləcək şeylərdə yarışmamanızı tövsiyə edirəm. Öz həyatınızı özünüz bilərsiniz, amma uşaqları yarışdırmayın. Bu birinci məsələ. İkinci məsələ. Uşaqlarla özünüz məşğul olsanız çox yaxşı olar. Üçüncü məsələ. Uşaqlara məsuliyyəti yükləmək lazımdır. Bildirmək lazımdır ki, bu universitetə hazırlaşmalısan, girməlisən. Girdin, girmədin mənlik deyil. Uşaq alternativin olmadığını bilməlidir. Amma bu dəqiqə hamının bir alternativi var. Hamı məsələn uşaqların hamısı dəhşətə gəlir. 15 yaşında uşaq gəlir pulla universitetə giriş almaq istəyir. Mənə deyir, filan universitetə neçəyə həll edə bilər? 15 yaşı var bu uşağın. Bu uşağın ağlına belə sual gəlməməlidir. Bu uşağın ağlına mən filan məsələni niyə həll edə bilmədim? O gəlməlidir. O beynində olmalıdır. Uşağın beynində alver var. Yəni, o qədər də uğurlu olmur. Belə, hər kəsə uğurlar.
ümid edirik ki, bu deqradasiya tam əks istiqamətdə yenidən üzü yuxarı qalxmağa başlayar. Bunun əsas sahəsi, yəni bu təhsildən başlayır. Məqsədyönlü təhsilimiz sıfırlana bilər. Ola bilər kimlərsə bunu eləyir. Yəni, hər hansı bir iddiam yoxdur. Bəlkə elədi, bəlkə elə deyil. Amma dəyişə biləcəyimiz bəzi məsələlər var. Ən azından hamı dönüb özünə baxmalı. Mən bugün nəyi dəyişə bilirəm? Sən bunu dəyişə bilirsən, o birini dəyişə bilirsən. Hər kəs dəyişə biləcəyini eləsin. Uğurlar.